Ya mən ərcuhu li kulli xeyr. Ey hər bir xeyir üçün ümid bağladığım Allah. Hər bir xeyir üçün. Hər birdə hər şey var. Bu biz söhbət edirik və bunu Allah görür və xeyir kimi qəbullayır və biz ümidliyik, buna əvəzsiz qoymur. Biz ki deyirik ya mən ərcuhu li kulli xeyr və amenu saxataq ində kulli şər. Bu bizim fiziki halımıza da təsir qoyur. Bu bizim mənəvi qəlbimizə də, ruhumuza da təsir qoyur. Bütün hər şeyi, bütün varlıq aləminə bu gedir. Həm söhbətimiz belə oradan bəhrəsini götürür. Bu bütün hər şeyə təsirini qoyur. Xeyir də təsir qoyur, mənfi də təsir qoyur. Və bu bir dənə sünnətullahdır. Buradan öyrənirik ki, xeyrin, mərhəmətin dərhal əvəzini verir. Amma qəflətdən irəli gələn, bilərəkdən olmayan, xüsusi belə acığla olmayan, pis iş görür, dirələcə bir o cür olmayan insanda da büdrədir. Ya ayıldı tövbəsini elədi. O dərhal qəzəbinə aid. Vay o haldan ki, qəzəb gəlib çata dəqiq gec olar. Ona görə bu çox önəmlidir. Hər bir xeyir üçün ümid bağladığım Allah. Həmin o şərhdə gəlir, o əziz hikmət sahibinin şərhində gəlir. Yəni insandan hər hansı bir xeyirli əməl baş verdikdə savab və mükafat gözləyir. İnsan gördüyü hər bir yaxşı işdə ümid edir ki, uca Allah ona əvəz verəcək.